Gəlin belə bir maraqlı suala baxaq. Bizə belə bir bərabərlik verilib və f3 istəyir. Burada bir əvəzləmə eləyək ki, fx-ə biz kx plus b deyək. Bu zaman isə fx minus 1 olacaq. K vurulsun. X-in yerinə x minus 1 plus b şəklində olacaq. Bunu vurub atsaq eləyəcək kx çıxılsın k plus b. Eyni şəkildə 2f x plus 2'ni də hesablamalıyıq. Bu da eləyəcək 2 k vurulsun x plus 2 plus b şəklində. Bu da eləyəcək 2 vurulsun kx plus 2k plus b. Vurub atsaq 2kx üzərinə gəlsin 4k üzərinə gəlsin 2b şəklində olacaq. Və bunların cəmi bizə nə verəcək? Yəni bu ifadələrin cəmi bizə LHS-lərin, yəni sol tərəfdəkilərin cəmi sağ tərəfdəkiləri verəcək. Bu da eləyəcək kx minus k plus b üzərinə gəlsin 2kx üzərinə gəlsin 4k üzərinə gəlsin deməli 2b. Və bu alınan ifadəmiz var və bu da deməli eləyəcək 3kx plus 3k plus 3b. Bu da deməli bizə ilkin verilən ifadə nədir? Bu bununla bərabər olmalıdır. Yəni 3x plus 9-a bərabər olmalıdır. Buradan baxsaq görərik ki, deməli dəyişənli hissələr 1 olmalıdır. Yəni yanında dəyişən olan hissə, bir də bu hissələr də bir-birinə eyni şəkildə bərabər olmalıdır ki, bərabərlik ödənsin. Yəni 3kx-i x-lər getsin, 3k-nı bizə 3 verib. Və eyni şəkildə 3k plus 3b-ni də bizə 9 verib. Buradan alırıq ki, k-mız 1-dir. K 1-dirsə gətirib yerinə qoysaq, bu 6-dırsa b 2-dir. Və bizim də biz demişdik ki, fx kx plus b-dir. Yəni bu zaman aldıq ki, fx bərabərdir. K-mız 1 olduğuna görə x üzərinə gəlsin 2b də 2-dir. Fx x plus 2-dir. Buradan da yazaq. Bizdən isə f3 istəyirdi. X-in yerinə 3 qoysaq 3 üzərinə gəlsin 2-dən cavabımız eləyəcək 5.